Nəbatət bağı çoxdandır gəlmək istəyirdim. Həqiqətən də baxdım şəkillərinə, bəyəndim, dedim gəlim bir dənə yaxından buranı kəşf eləyim, görüm necə. Gəldik birinci onun yaxınlığında yerləşən restorana. Burada qəşəng çay dedi, şirniyyat dedi, çox bəyəndim. Dadı həqiqətən də super idi. Əsl xoz quyruğu çay. Burger dedi, Sezar salatı dedi, bir də belə qovurma dedi. Can ətindən. Dadlarını bəyəndim. Qiymətlər 74 manat 50 qəpik elədi onlar hamısı. Biletimizi aldıq. Uşağı da belə deyim ki, birinci sinifdə oxuyan uşağa da bilet verdi. 2 manat idi. 3 nəfərə 6 manat. Bu da gördüyünüz kimi parkın içidir belə. Biraz qış aylarında düzdür soyuqdur. Əsas yay ayları üçün məncə mükəmməldir. Qışda, payızda da gedib gəzməyə dəyər. Belə gördüyünüz kimi səliqəsidir, səliqəlidir, çox əladır. Həqiqətən kim gəlib gəzsə, yəni ki, peşman olmaz. Mən çox bəyəndim. Xüsusən də ki, buradakı təmizlik və meşəlik ərazisi olmağı mənim üçün plusdur. Çox qəşəng bəyəndim. Geniş yerdir, siz də gəlib rahat gəzə bilərsiniz, şəkillər çəkdirə bilərsiniz. Ancaq belə burada restoranlar çöldədir. Yəni orada oturub çörəyinizi yeyib içəri sonra gəlsəz daha yaxşı olar. Gördüyünüz kimi belə qəşəng burada təmiz, yenə də gördüyünüz kimi təmizlənmiş. Çox qəşəng Aralıq dənizindən gətirilən ağaclardır, güllərdir. Çox qəşəng. Orada başqa bir yerdə var idi. Orada elə bil ki, belə deyim də sizə hələ ora açılmamışdı. Orada çox qəşəng maraqlı ağaclar, gülləri var idi. Belə güllər də zaten burada var. Yenə dediyim kimi, kim istəsə gəlməyə, həqiqətən də qəşəng gəzmək üçün, uşaqlar üçün, xüsusən də uşaqlar üçün qəşəng meydança var burada. Uşaqların əylənə biləcəyi çox belə bir gözəl yer var. Uşaqları da gətirə bilərsiniz. Burada əylənərlər. Çox qəşəng vaxt keçirmək üçün mükəmməl və xüsusən də genişliyinə söz ola bilməz. Mən bəyəndim. Beləsinə burada dovşan alması da quşlar üçün yəqin becərilib.